Hallelujah ya Rəbb. Sənin adını tutub, sənin huzuruna gəlirik. Sənin yeganə var olan oğlunun adını tutub ya Rəbbim, sənin taxtacın altına gəlirik. Və səndən istəyib, səndən diləyirik. İsa Məsihin adıyla. İsa Məsihin, onun adıyla ki, kim biz günahlı ola öz canına qıydı və çarmıxa getdi hər birimiz üçün. Biz bu dünyanın yalanından, bu dünyanın köləliyindən, bu dünyanın ölümündən bizi azad eləsin deyənəm. Ata Tanrı, sənin huzuruna düzgün olmayan həyat tərzi sürənləri, bir çamurdan o biri çamura yıxılanları, hər birini, istər qadın, istər kişi, istər cavan, istər qoca, hər bir kəsi sənin taxtacın altına gətirirəm ya Rəbbim. O quzunun ayaqları altına gətirirəm ya Rəbbim və səndən istəyib səndən diləyirəm. Çünki hər şeyi dəyişdirə biləcək var olan sənsən. Bugün, sabah və əbədi olaraq sən eynisən. Hər birimizi eyni məhəbbətindən sevirsən. Birimizi birimizdən seçmirsən. Sən hər birimiz üçün çarmıxa getdin. Biz günahlı ola. Və bu günləri biz bu bəxtəvərçiliyə layiq olduq və biz səni tanıyırıq. Biz sənin huzurundayıq. Biz sənin o ağ libaslarına geyindik. Sənin qanına büründük ya Rəbbim. Amma hələ də səni tanıyaraq, amma sənlə yaşamayanlar var. Səni tanıyaraq, amma öz həyatlarını sənin təməli üzərində qurmayanlar var. Səni tanıyan, amma sənin məhəbbətində yaşamayanlar var ya Rəbbim və onları sənin huzuruna qaldırıram ya Rəbbim. Ata Tanrı, onlar bu dünyanın köləliyinə o qədər öyrəşiblər ki, kölə kimi yaşamağı, sürünməyi o qədər öyrəşiblər ki, sənin azadlığını əldə eləmək istəmirlər. Amma sən bizi onlarla sənin arasına qoydun və biz, ya Rəbbim, bir vasitəçi olaraq, onların adını tutaraq sənin huzuruna gəlirik və onların adından səndən istəyib səndən diləyirik. Ya Rəbbim, onlar öz həyatlarını məhvə doğru aparırlar. Onlar düzgün olmayan həyat tərzini sürürlər. Onlar özlərini köləliyə salıb, iblisə qul eləyirlər. Ya Rəbbim, bağışla onları. Qoy sənin həqiqətin onların təməli olsun. Qoy bu təməl onları azadlığa gətirsin. İçki azadlığına, siqara azadlığına, narkomaniya azadlığına, düzgün olmayan həyat tərzi azadlığına, söyüş azadlığına, özünü məhvə doğru aparmaq azadlığına gətirsin ya Rəbbim. Çünki sən dedin ki, yalnız mənim həqiqətim sizi azad eləyə bilər. Ya Rəbbim, onların zeynlərini aç, onların ürəklərini aç, onların gözlərini aç ki, onlar səni görə bilsinlər, sənin məhəbbətinə bürünə bilsinlər, başa düşsünlər ki, onlar da sevilirlər. Onlara görə də İsa Məsih çarmıxa getdi və onlar da onun üçün çox dəyərlidirlər. Ya Rəbbim, onları o köləlikdən azad elə. O köləlik onları süründürür. O köləlik onları məhvə doğru aparır, ya Rəbbim. Onlar stabil həyat sürə bilmirlər. Onlar ya sənin yanındadılar, ya da iblisin yanındadılar. Onlar iki ağaya qulluq eləyirlər. Onlar nəyin yaxşı, nəyin pis olduğunu anlaya bilmirlər. Çünki onların beyni o qədər dumanlıdır bu dünyanın köləliyindən. Bu dünyanın o pislik dumanından onların beyni dumanlıdır ya Rəbbim və onlar nəyin yaxşı, nəyin pis olduğunu seçə bilmirlər. Ya Rəbb, onların evladları kimi, onların həyat yoldaşları kimi, onların anaları kimi, onların bacıları kimi, onların qardaşları, ataları kimi sənin huzuruna gəlib səndən istəyirik. İstəyirəm ki, ya Rəbbim, qoy o azadlıq onları bürüsün.
Qoy məhəbbətin onları bürüsün. Qoy sənin xeyir-duan onların gözlərini açsın, onların qulaqlarını açsın və o ürəklərin üzərində o daşlaşmış divarlar darmadağın olsun. Qoy onların o daş ürəkləri sınsın və o ürəkləri elə yumşaq olsun ki, o yumşaq ürəyə sənin toxumların səpilsin və onlar bəhrə verməyə başlasın. Ya Rəbbim, bunu öz gözlərimizlə görməyə bizə nəsib elə, ya Rəbbim. Sən dedin ki, siz xilas olduğunuz zaman sizin eviniz də xilas olacaq. Ya Rəbbim, bu sözün üzərində duraraq səndən, ya Rəbbim, diləyirik. Mən xilas oldum və hər gün xilas oluram. Mən hər gün səndə böyüyürəm, hər gün səndə bir boy, bir çıqqan boy atıram. Və sənin kəlamın dediyin kimi mənim evimi xilas elə, ya Rəbbim. Evimdə olan hər kəsi xilas elə, ya Rəbbim. Onları tövbəyə gətir. Onları həqiqətə gətir. Onları azadlığa gətir. Onları sənin məhəbbətinə gətir, ya Rəbbim. Sənin lütfün o qədər böyükdür ki, ya Rəbbim. Sənin lütfün o qədər böyükdür ki, ya Rəbbim, sən bizə görə bizim nəsillərə xeyir-dua verirsən və mən buna görə sənə minnətdaram. Mən bilirəm ki, ya Rəbbim, sən bugün, sabah və əbədi olaraq eynisən. Sənin kəlamın, sözün dəyişməz, sənin vədlərin heç vaxtı dəyişməz və buna görə sənə minnətdaram, ya Rəbbim. Sabaha ümidimə görə minnətdaram sənə, ya Rəbbim. Mən sənə bağlanaraq, səni sipər tutaraq, ya Rəbbim, sənin huzuruna gəlirəm. İnsan o qədər mındar bir məxluqdur ki, ya Rəbbim. Saniyə bə saniyə dəyişə bilər. Mən insanlara deyil, mən sənə üzümü tutub, sənə ümid bağlamışam, ya Rəbbim. Çünki sənə ümid bağlayan heç vaxtı utanmaz. Heç vaxtı sarsılmaz, heç vaxtı kədərlənməz. Çünki sən öz vədivə, öz sözüvə hər zaman sadiq Rəbsən. Mən minnətdaram, ya Rəbbim. Mənim xilas olmuş evimə görə. Evimdə olan hər kəsə görə, balacadan tutmuş böyüyə qədər, onların xilasına görə minnətdaram. Onların azadlığına görə minnətdaram. Onların, ya Rəbbim, həqiqət onların həyatın təməli olduğuna görə minnətdaram. Mən görmədiyimi, eşitmədiyimi, gördüyüm kimi, eşitdiyim kimi qəbul edirəm. Sənin kəlamın bunu bizə öyrədir. Deyir, görmədiyinizi gördüyünüz kimi qəbul edin və buna görə mənə minnətdar bildirin. Mən sənə minnətdaram, ya Rəbbim. İçkidən artıq insanlar azadlıq aldılar. Siqaretdən azadlıq aldılar. Düzgün olmayan həyat tərzdən azadlıq alırlar. Məhz bu saniyə. Çünki sənin əlin onlara toxunur, ya Rəbbim. Çünki sən hər kəsin xilasını istəyirsən, ya Rəbb, ya İsa Məsih. Sən buna görə çarmıxa getdin. Ya Rəbbim, sənə minnətdaram. Evlərimizdə sülh bərqərar olduğu üçün. Ya Rəbbim, sənə minnətdaram. Evimizdə içki tamamilə dibindən, kökündən məhv olduğu üçün. Ya Rəbbim, sənə minnətdaram. Evlərimizdə düzgün olmayan münasibətlər, düzgün olmayan həyat tərzi dibindən, kökündən məhv olduğu üçün sənə minnətdaram. Ya Rəbbim, mənim evimin təməli sənsən. Mənim evimin azadlığı sənsən. Mənim evimin gözəlliyi, mənim evimin sevinci, məhəbbəti, mənim evimin ruzisi, bərəkəti, mənim evimin xoş münasibəti sənsən, ya Rəbbim. Sənin adını bəyan eləyirəm evlərimizə. Sənin adını bəyan eləyirəm evdə olan hər bir kəsin üzərinə. Sənin qanını bəyan eləyirəm. Ya Rəbbim, bu lənəti sənin qanın vasitəsilə darmadağın eləyirəm. Bütün nəsildən gələn lənət
bizim üzərimizdə kəsildi. Bütün lənətlər bizim üzərimizdə darmadağın oldu. Çünki biz sənin qanıyla təmizləndik. Çünki biz o köhnəliyi ataraq sənin ağ libasını, yeniliyini geyindik. Səninlə o köhnəlik üçün öldük. O köhnə lənət öldü və təzə səninlə bir yerdə xeyir dualar oyandı. Xeyir dualar dirildi. Ya Rəbbim. Ya Rəbbim, sənə minnətdaram, Ata Tanrı. Ürəyim sənə qarşı məhəbbətlə doludur. Ürəyim sənə qarşı sevinclə doludur. Bilmirəm ki, nə söz deyim, necə bu sevincimi sənə ifadə eləyim ki, sənə nə qədər bağlı olduğumuzu, nə qədər məhəbbət dolu olduğumuzu sənə göstərə bilim, ya Rəbbim. Mənim ümidim səndən kəsilməz, ya Rəbb. Mənim sevincim heç nəyə görə, ya Rəbbim, kəsilməz. Sənin kəlamın deyir ki, sevinin, sevinin, bir daha sevinin. Sən mənim həyatımda var olduğun üçün mən sevinirəm. Sən mənim evimin, mənim sütunumun təməli olduğun üçün sevinirəm, ya Rəbbi. Qoy mən indi bunu görməyim, amma mən iman eləyirəm. İman eləyirəm və sənin xeyir dualarını bəyan eləyirəm. Evlərimizə, ailələrimizə, evladlarımızın üzərinə, həyat yoldaşlarımızın üzərinə, yaxınlarımızın, əzizlərimizin, qonşularımızın üzərinə sənin xeyir dualarını bəyan eləyirəm, ya Rəbbi. Sənin azadlığını bəyan eləyirəm. Sənin həqiqətini bəyan eləyirəm. Sənin məhəbbətini bəyan eləyirəm. Ya Rəbbim. Ya Rəbbim, sənə o qədər minnətdaram ki, ya Rəbbim. Bugün mən sənin huzurunda dura bildiyim üçün, sən göydə olan bir Allahsan deyə deyil, sənin ürəyin içini tanıdığım üçün sənə minnətdaram, ya Rəbbim. Ya Rəbbim, sən bizə səlahiyyət verdin, ilanların və əqrəblərin üzərini tapdalamaq üçün, onları ayaqlarımız altında əzmək üçün. O səlahiyyəti əlimə götürüb, o sipəri əlimə götürüb. Ya Rəbbim, o söz qılıncını əlimə götürüb, ya Rəbbim. Deyirəm ki, içki ruhu tamamilə bizim evlərimizdən kökü kəsilsin. Deyirəm ki, o siqaretin tamamilə evlərimizdə kökü kəsilsin. Düzgün olmayan həyat tərzinin tamamilə evlərimizdə kökü kəsilsin. İsa Məsihin adı ilə. Yeni həyatı bəyan eləyirəm. Ölülərdən dirilişini bəyan eləyirəm. İçki içənlərin üzərinə sənin yeniliyini bəyan eləyirəm, ya Rəbbim. O ölü sümüklərə sənin həyatın gəlsin. O ölü beyinlərə sənin həyatın gəlsin. O ölü ürəklərə sənin həyatın gəlsin və o ürək döyüntüləri səninlə başlasın. Ya Rəbbim, sənə minnətdaram, Ata Tanrı. Sənə minnətdaram, Ata Tanrı. Mən bilirəm ki, sən hər şeyə qadirsən. Mən bilirəm ki, mənim evim sənə qulluq eləyəcək. Evimin hər bir sakini səninlə nəfəs alacaq, səninlə yaşayacaq, sənin adınla, ya Rəbbim, addım atacaq. Mən iman eləyirəm, ya Rəbbim. Mənim evim sənin səltənətin üçün işləyəcək. Sənin padşahlığın üçün işləyəcək, ya Rəbbim. Hər şey üçün sənə minnətdaram, Ata Tanrı. Ürəyimizə rahatlıq gətirdiyin üçün minnətdaram. Sevinç verdiyin üçün minnətdaram. Ya Rəbbim, ya Rəbbim, ya İsa Məsih, sənə hər şey üçün minnətdaram. Biz hər birimiz sənin əskərinik və əskər kimi qılınclarımızı əlimizə götürüb, öz evimizin qorumaq üçün dayanırıq, əskərlər kimi. Və imkan verməyin ki, bu natəmiz ruhlar sizin evinizdə səlahiyyət sahibi olsunlar. Əskər kimi dayanın,
Lazımdırsa gecə-gündüz dua eləyin. Lazımdırsa oruç tutun. Lazımdırsa ruhani aləmində döyüşün. Amma buraxmayın. Əliniz diziniz üzərinə düşməsin. Həvəsdən düşməyin. Heç vaxtı imkan verməyin ki, bu mundar ruhlar sizin üzərinizdə qalib olsunlar. Biz qalib atanın qalib evladlarıyıq və bu qalibiyyəti heç kəsin əlinə verməyin. Bu qalibiyyət sizə verildi. Elə belə verildi. Rəbb sizi sevdiyi üçün verdi. Siz Rəbb üçün dəyərli olduğunuz üçün verildi. Və bu sizə hər bir şey verildi ki, siz o döyüşdə qalib olasınız. Sizə geyim də verildi. Başınıza giyinmək üçün dəbilğə də verildi. Hər bir şey verildi. Əlinizə silah da verildi. Və bu silahlarla o mındar ruhlara qarşı döyüşün. Döyüşün ki, siz qalib gələ biləsiniz. Və onlar, bu mındar ruhlar evdə olan, ailədə olan əzizlərimizi, yaxınlarımızı incidə bilməsinlər. Rəbb sizi elə belə o evin içinə bir kahin olaraq qoymadı. Rəbb sizi elə belə seçmədi. Mən İsa Məsihi tanıyıram və bununla həyat bitdi. Xeyr, bununla həyat başlayır. Bununla Rəbb sizin vasitənizlə öz xeyir dualarını, öz o həyat suyunu sizin içinizdən bu evlərə tökəcək. Evlərdə olan insanların üzərinə tökəcək. Bunun üçün öz ürəyinizin qapısını açın ki, Rəbb o qapı vasitəsilə içinizə girə bilsin və sizin içinizdən ətrafınızda olan hər kəsi xeyir dualandıra bilsin, hər kəsi qoruya bilsin, hər kəsə toxuna bilsin, hər kəsə azadlığı gətirə bilsin. Öz evinizin kandarında əskər kimi durun. İmkan verməyin iblisə ki, iblis evinizə pislik gətirsin, naxoşluq gətirsin, söz-söhbət gətirsin. Baxın, belə bir düzgün olmayan münasibət gətirsin, içki gətirsin, siqara gətirsin. Döyüşün, əskər kimi durun Rəbbin qarşısında və inanın, Rəbb üçün mümkün olmayan heç bir şey yoxdur. Amin, amin, amin.